Sizi bilmirəm, amma mən mərcini bişirəndə bu aldığım mərcini Ləzzət tərəzidən almışam, bu qara mərci. Qara mərci, yaşıl mərci bilmirəm hansını deyirsiniz, mən qara mərci deyirəm. Bu çox yaxşı mərcidir, məsləhətdir, yəni gedib oradan ala bilərsiniz. Çox xoşum gəldi mən bundan, heç öncədən islatmağa da ehtiyac yoxdur. Mən qara mərcini bişirəndə onun o qara suyu çıxır. Mən onu dəhşətli dərəcədə çox sevirəm və ona atmıram. Yəni soğancı falan da eləyəndə elə birbaşa içinə, biri var ki içinə əlavə edirəm, biri var ki ay suyu dəyişdirəsiniz, nə edəsiniz. Mənə görə o da bütün gedir. Soğanı da yok değil mi? Görmüşsünüz. Bunu kim koydu bura? Bunu